Haqida bayon. Liu Bei haqiqiy qahramonmi? Liu Bei'ning 3 parchalik haqida qissadagi haqiqiy bir qahramon katta deb maqtasa, nurg'unlar buningga tas qoyil olmaydi. Liu Bei qancha amroq emas. Sen Liu Bei'ni kalva, jig'lang'u, pamsiz deb qaraydi. Ham televiziya teatrini ko'rganligim nisbatan bundaq ta'sir bermi haqiqatan to'g'ri televiziya teatrida aniq Liu Bei'niki to'l jig'laydigan ba'zi ishlarda kalvalik bo'lgan yerlari ko'p bilindi bizga shundaq. Hem nurg'ulgan yaxshi fursatlarni Liu Bei shundaq ketkizib qo'ydi. Jugulian Pantun qatorliq bu dana mushavirlarining gaplariga quloq solmay, ularning o'lishiga, qo'shinning mag'lub bo'lishiga, hatto oxirida o'zining o'lib ketishiga sababchi qoldi. Nurg'ullar sov-sov bo'lgan bo'lsa, bo'lmaydi, bunda qilmaydi deb o'ylab oldi. Qarsak Liu Bei'ning eng ustishidan 2 kishi bor. Birincisi nima? Yig'lash. Liu Bei qarsak yig'lash bek usta, buning hatto bir strategik yig'lashtiri bor. Nurg'un ishlarni bu yig'i bilan bir taraf qo'yatgan uchun nurg'un cho'ng masalalarni bu yig'i bilan bir taraf qo'yatgan. Masalan, Chibi urushidan keyin Jingjuni besib olgan vaqtda Lu Su, ya'ni so'rg'i kelgan vaqtda Liu Bei Kunmingdan so'raydi, qanaqa qilmaysiz? Nim deyman Lu Su'ga degan yig'la. Sen xususiy yig'lashqa, yig'ilsanglar bo'ldi bu masala deb Kunmingmi shundaq buyurdi. Ikkinchi usti ishi nima? Qechish. Qechish shundaq usti bu bir işte olsa ma'lum bo'lib darhol qochdi. Bunun üstüge memna tələylik etdi, otlar petib qalğan dəryadım çıxıb turğan şundaq təlliyi var bunun qeçişdə. Gerçi bir çoğunluğundaki pavku oynab qaçmışmı, şıqnayət usta bunun qeçişqa. Lekin əmdə qarsaq Liu Bei fəqət bir yığılaş ilə qeçişini bilməydə bunun dıldıqaldır nəhayət nurğun. Bu mu şu əsərdəki bir qatdıq danışmən, bir siyasiyon, bir rəhbər. Əmdə bu yerdəki bu yığılaş ilə qeçiş nəhayət sərt, nəhayət numus işmi? Şu işini bu Liu Bei'li köp bağ depler, bunu Liu Bei'nin adetleri depler, Liu Bei'nin kahraman emeğisi olsak bulamdı. Hem de elbette biz bunun nimiş qıcıqlı değil. Qandaq ekvalatsız qaçtı diyenlerge qarışımız gerek. En qilib uruş qalbi qısaq, can qilimiz davamlı. Məğlub olsak, üləyirgende elbette qaçımız bu normal iş qoy. Biz olsak mı qaçımız şuna mı ya? Hem de bu yerde Liu Bei qaçmayı, yüzcü bağdırlıqla yüzünün ölümünü kütüp yazısı olam değil. Ne var onda ölüp qalsam, mən dəxim dillaydılar, qaçsı bombadı mı keçik etməymişlər, ölüb bədi, kalvadı. Şuna qoy. Hem de nimiş qıcıqıldı. Məsələn, bayağı deyəndə Jingjuni egelli olğan vaxtda Lu Su gəlgəndi qıcıqıldı. Bu bir strategilik, taktiklik qıcıqlaş. İkinci məsələn, Guayu ölüb getdi, Zhang Fei ölüb getdi. Bu vaxt qıcıqlaşlar normal bu üzünün bu şaptılıqda əkləşkə ilmir ölüb getsə, əlbəttə qıcıqlar yox. Hatta əmdi köpçiliknin şu köngüldəki qəhrəman sav-sav qarab baxılır. Sav-sav qaçmağanma Qaşqan, maçav qoğulab gəlgəndə dəhşətli qaçıdı, mən sözləyən bunu. Uzun saqqalı sav-savını qoğulanlardı, saqqalını kesib etdi, qısıq saqqalını uğurub etdi, dəhşətli qaçıdı, qoğub alaqsadı bu. Liu Bei bunu qoğulab öldürüb atıl tasqağanı bu yerdən qaçıdı. Chibi uruşda məğlub olğan vaxtım gördü onlar dəhşətli qaçıdı, bu qaşqan vəhşi qaçıdı. Demək bu sav-savının mu şunda qoğub qaşqan yerləri qətti az emas Liu Bei'dən gəlişməydi bu. Bunlar sav-sav yığılımğan mı? Sav-savım yığıldı o sav-savının dadisi Tavçanın səvəllik tüpəyildən ölüb getgən vaxtda şu jurnalda bu vaxt dəhşətli yığıldı. Chibi vuruşulduğan vaxtının aldığı məsələ bunun ki danlıq müşavir Goja ölüb getgən vaxtın ünselib dəhşətli yığıldı. Bu sav-savının yığılaşlarına köp bu. Həm də sav-sav qatsa, sav-sav yığılsa bu sətişəməz. Liu Bei yığılab, Liu Bei qatsa bu sətişmə. Elbette öşkünün uçub qalsı gəp yox, qoyunun uçub qalsı uydu deyək düşəndə bu. Ondaqda sav-sav Liu Bei'lə şunda qaçqan, yığılğan yerləri şunda bolsa, Sun Quan Chu. Sun Quan'ның şunda yığılğan, qaçqan yerləri barmı?